Axşamınız xeyir. Uşaqlı ev o deməkdir ki, gecə olsa da uşaqların sakit vaxtından istifadə edib işlərimizi görürük. Pilləkəni aşağı düşürdüb, divanı çəkib pərdəni çıxardıram. Atdım yuyulmağa və pəncərəni ferili əski ilə sildim. Çünki yemək bişirdiyim buxar pəncərəyə hopur və yapışqan olur. Əlbəttə ki, mebelin üstündə ləkəliyiblər. Onu da xlorlu əski ilə sildim. Pərdəndə o vaxtda yuyuldu və nəm halı ilə asıram. Səhər də sirməni səliqəyə saldım. Novruzda şirniyyat bişirəndən sonra dağılmışdı. Mən də indi vaxt tapıb tam səliqəyə saldım. Sirməni xlorla sildim. Mənim ən sevdiyim vasitə xlordur. Əlbəttə ki, əllərimi də çox qurudur və əlcəklə iş görə bilmirəm. O kiri öz əllərimlə hiss etməliyəm. Amma bunlar üçün ayrıca səliqəli konteyner almalıyam və qalan əşyaları da yerləşdirdim. Vaxtı ikən tez-tez şirniyyatlar bişirirdim. İndi isə vaxtım olanda. Amma uşaqlar üçün ən azı pankek edirəm səhərlər. Uşaqlar da yuxudan durandan sonra pastelləri dəyişdim. Narıncı dəsti və indi sərəcəyim dəsti təzə almışam və yeni dəsti sərdim. Çox sevdim bunları. Kirlərini də atdım yumağa. Zivədən quru paltarları çıxarıb qatdalayıram. Mahnı qoşdum, qızlar oynadı, mən də həvəsləndim. Qızımla oynadıq. Uşaqlarla çox çətin, yorucu olsa da, amma o qədər şirindilər. Adamın əhval-ruhiyyəsini qaldırırlar, enerji verirlər. Həmçinin də enerjini ala da bilirlər. Axşama yaxın da qaynanamla bacım rayondan gəldilər. Gecədə bacımın dırnağını düzəltmək istədim. Freyzerin ruçkası xarab oldu. Yoldaşım da sağ olsun düzəltmək istəsə də gördü ki, yox, motoru yanıb. Və manikür qaldı. Spoiler, təzə aparat aldım. Və bu qədər dostlar. Bir günlük vlogumu izlədiyiniz üçün təşəkkür edirəm.